bir dənə müşkülümüzü həll edən var, o da Allahdır. Bizim bir dənə ruzi verənimiz var, o da Allahdır. Bizə bir dənə şəfa verən var, o da Allahdır. Allah, sən həll edə bilərsən. Bitdi. Allahım, bütün müşküllərimizi həll edən sənsən. Səndən başqa kim həll edə bilər ki? O niyyətindən bilirəm ki, heç kəsə ümid bəsləm. Niyyətindən bilirəm əlbəttə. Mən bunu tanıyıram artıq. Bu bəndə seçilmiş pəllədir. Bütün aləm üst çevirsə də belə ki, yəni bunun həlli yoxdur. Çıxış yolunu açın. Bütün qapılar bağlansa da ümidsiz olma. Buna deyirlər. Yəni sıxılmayasan, Allah var. Ey o Allah ki, bütün təbiblər dedi bunu aparın, amma sən dedin mən deyil. Amma əgər bir insan mənə yox, başqasına ümid bəsləsin, bilirəm niyyətini. Niyyətindən bilirəm bunu da. Bunu da tanıyıram. Bütün məsələləri həll olsa da belə, bütün qapılar onun üzünə açıq olsa da hamısı bir bağlayacaq. İşi düzəlməyəcək. Olmayacaq. Allahın bundan xoşu gəlmir ki, gedəsən o qapının bir 100 dənə qapı döyəndən sonra axırda gələsən Allahın qapısını döyəsən. Əlbəttə döysə inatacaq. Əgər Allaha deyil, başqalarına ümid bəsləsək, bütün qapılar bağlanır. Bütün qapılar bağlansa, ona ümid bəsləsək, Allah açır. Buna deyilər duada ixlas. Bəşər anlamalıdır ki, onun müşkülünü bir nəfər həll edə bilər. O da Allahdır. Biz bunu anlaya bilsək ki, bizim bir dənə problemimizi həll edən var. Bu zaman olur duada ixlas. Bəzi onlar qatışır. Bax, gedir səcdəyə pula ehtiyacı var. Allah deyir köməyin, amma zəhndə tutub ki, bir dənə falan kəs versin yaxşı. Bu duada ixlas deyil. Getmirsən səcdəyə. Səcdəyə getdin də, boyumuza aldığı torpağa da heç kəs yoxdur. Özünü də itir, hamını itir. Gedir səcdəyə pula ehtiyacı var. Allah deyir köməyin, amma zəhndə tutub ki, bir dənə falan kəs versin yaxşı. Bu elə bilmir, ona görə Allah azad çağırır.